Bir uşağın iki anası. Ömərin xilafəti dövründə iki qadın bir uşaq üstündə dava edir və hər biri onun öz övladı olduğunun iddiasındaydı. Bu münaqişəni Ömərə dedilər. Ömər bu çətin məsələni həll edə bilmədiyindən Həzrət Əli əleyhissalama üz tutdu. Əli əleyhissalam əvvəlcə o iki qadını çağırıb onlara öyüd, nəsihət verdi. Lakin heç bir faydası olmadı. Əli əleyhissalam bunu gördükdə bir mişar gətirilməsini əmr etdi. Bu zaman qadınlar dedilər: "Ya əmirəl-müminin, mişarla nə etmək istəyirsən?" İmam buyurdu: "Uşağı iki yerə bölmək istəyirəm ki, hər birinizə yarısı düşsün." Bu sözü eşitdikdə iki qadından biri heç bir şey olmamışdır kimi sakitcə dayandı. Lakin digəri fəryad edib dedi: "Allah, Allah, yəni Allaha pənah aparıram. Ya Əbəl Həsən, əgər uşağı iki yerə bölmək əmrini verirsənsə, onda mən öz haqqımdan keçdim. Mən əziz balamın öldürülməsinə heç vaxt razı olmaram." Bu zaman Əli əleyhissalam buyurdu: "Allahu Əkbər, bu uşaq səninkidir. Əgər onun uşağı olsaydı, o da balasına rəhm edib bu işə razı olmazdı." Bu zaman həmin qadın da günahını boynuna aldı və öz sözlərini təkzib etdi. O, Həzrətin mühakiməsi ilə Ömərin qəm-qüssəsi aradan qalxdı və o, Həzrət üçün xeyir dua etdi.